Sağlamlığı bərpa eləməyin yolu birinci müəyyən şərtlər içində qidadan da başlayır və qida elə bilirsiniz də dedilər, elan elədilər, xərçəngin yaranmasında 3 qida mühüm rol oynayır. Ət xörəkləridir, şirniyyatdır və un məmulatlarıdır. Ona görə də biz niyə danışırıq hər dəfə ki, insanlarımız məlumatlı olsunlar. Və təbii ki, tərbiyə eləmək, izah eləmək çox çətindir. Hətta bəzən evimizin içində bunu elə bilmirik. Bir özüm, məsələn, mən buğda cücərdib yiyirəm. Məndən başqa kimsə buğda cücərdib yemir ki. Yəni, evdən danışırım. Təbii ki, ayrı-ayrı yerlərdə var. Ona görə də sağlam, nə yesək o yox. Bunu elə belə demirlər. Nə yesən o saat. Əslində xəstəliyi belə başa düşdüm. İnsan özü üçün yaradır. Bir mənalı şəkildə. Yediyi qidalardan. Bir mənalı şəkildə. Ondan başqa tutaq ki, yeməyi yiyirsən, qatırsan bir-birinə, olur həftə becər. Ayrı-ayrılıqda o qidalar xeyirlidir. Tutaq ki, sən kartofda yiyirsən ayrıca xeyirlidir, qatıqda yiyirsən xeyirlidir, yumurta da yiyirsən xeyirlidir. Bir də var, sən bunun hamısını qatırsan. Mono qidalarında hörmətli Bəli, tamaşaçılar. bir qida olmalıdır. Mənim yadımda tələbə vaxtı Yasamalda o yataqxanası vardı xaricilərin, orada Vyetnamlılar qalırdılar. Biz elə dostlarımızın yanına qonaq gedəndə görürdük, qazanı qoyublar, içinə suyu atıblar. Nə qədər ərzaq deyilən şey var, gözün görən, badımcanı, lobyası, kartovu, nə bilim, noxudu, düyüsü, nə qədər qida tanıyırsan əlinə ki, hamısını qazana atırdı. Qaynadırdı və yeyirdi. Bugün dünyanın əleyhinədir, qardaş. Nə yiyirsən, düyü yiyirsən, tək düyü ye. Noxud yiyirsən, noxud ye. Lobya yiyirsən, lobya ye. Badımcan yiyirsən, badımcan. Nə yiyirsən bir şey yi ki, sənə ziyan eləməsin. Ona görə də təbii ki, insanlarımızın sağlamlığı bundan